Deməli uşaqlar, bugünkü dərsimiz tənliklər sistemidir. İki dəyişənli xətti tənliklər sistemi. Biz bundan əvvəlki dərsimizdə artıq bir məhsullu tənliklər və məsələlər haqqında xeyli danışmışıq. Məsələn, misalları artıq yerinə yetirmişik. Deməli, tənliyin içərisində əgər bir məhsul var idisə, biz buna nə deyirdik? Bir dəyişənli xətti tənlik. Əgər tənliyin içərisində İki dəyişən varsa, biz buna artıq deyəcəyik, iki dəyişənli xətti tənlik. Deməli, iki dəyişənli xətti tənliklər sistemin inşallah iki cür həll edirik. Bir, əvəz etmə usulu ilə, bir isə nə ilə? Toplama usulu ilə. Deməli, ən sadəsindən başlayaq. Məsələn, iki ədəddir. X plus Y cəmi, məsələn, 5-dir. X minus Y fərqi isə 1'dir. Deyir ki, bu ifadədən X-i və ya Y-i tapın. Deməli, ən birinci halda bu tiplərdə nə ilə həll eləmək lazım? Toplama üsulu ilə. Alt-alta toplasaq, bəli. X-in üstünə X gəldi, neçə elədi? 2X. Y-in üzərinə mənfi Y gəldi, 0 elədi. Bərabərdir, 5'in üstünə 1 gəldi, neçə elədi? 6. 2x bərabərdir 6'dırsa, x bərabərdir 3. Artıq bu tapdığımız cavabı gətirib istənilən tənlikdə yaza bilərik yerinə. X-in qiyməti 3'dür. Onu da burada yazsaq yerinə. 3, üstə gəlinsin, y bərabərdir 5, y bərabərdir 5'dən 3 çıxdım, neçə qaldı? 2. Deməli, X-in qiyməti 3 imiş, Y-in qiyməti isə neçə imiş? 2. Bu toplama usuludur. Amma hər dəfə belə sadə, tam sadə şəkildə verməyəcək də, düzdürmü? Tutalım ki, gəlin elə kitabdan birini seçək. Biraz fərqli tipi. Olsun. 2x plus 3y bərabərdir 16'dır. 2x minus 3y bərabərdir, yox. X minus 3y bərabərdir mənfi 1 olarsa, əlbəttə bu nədir? Sistemdir. Tənliklər sistemini deyil, həll edir. Gördüyümüz kimi, yenə burada 3y və mənfi 3y görürüksə, hansı usuldan istifadə edərik? Toplama usulundan. Tərəf-tərəfə toplasan, 2x-də x gəldi, neçə elədi? 3x. 3y-də mənfi 3y gəldi, 0, bərabərdir 15, x bərabərdir 5. Fərqi yoxdur. İndi gəlin ikincidə yazaq. Olsun 5 minus 3y bərabərdir mənfi 1. Mənfi 3y bərabərdir mənfi neçə? 6, 5 yatdıqda bu tərəfdə. Y də bərabərdir neçəyə? Müsbət 2-yə. Aydındırmı? Yenə bir başa burada nə görsənirdi? Mənfisi müsbəti. Bu da daha bir balaca bundan fərqli idi. Amma yenə sadə bir iki dəyişənli xətti tənlikdir. Nisbətən də biraz bunu neyniyək? Qabardaq. Olsun. Dörd x plus 5y bərabərdir 32. 5x plus 4y bərabərdir 31. Olarsa, tənliklər sistemini həll edir. Deməli, uşaqlar, burada bir şey də xatırladım. Bizə indi deyir ki, tənliklər sistemini həll edin. Biz onsuz məcbur ikisini də tapacağıq. Məsələn, desə y tapın, çalışıb x-i yox eləyək. X-i tap deyirsə y-i yox eləyək də, düzdürmü? Amma burada fərqi bizə yoxdur. Çünki hər ikisini tapmaq məcburiyyətindəyik. Uşaqlar, gəlin toplama ilə seçmək üçün 5 ilə 4'ün əkobu neçədir? 20. Birini elə eləyək, 20'yə gəlsin, y-ləri mən yox eləyəcəm. Bu da 20'yə gəlsin, bu da 20'yə gəlsin. Amma biri müsbət 20'yə gəlsin, biri nəyə? Mənfi 20'yə ki, toplananda cəm neynəsin? 0 eləsin, əlaçı. Onda uşaqlar, yuxarını vuraram nəyə? 4'ə, yaxşı, sən fəthlə mənfi 4'ə vurdun. Onda aşağını nəyə vuracam? 5'ə, müsbət 5'ə. Düzdürmü? Oldu, mənfi 4'ü vurdum, mənfi 16x. Çıxılsın,
20y bərabərdir 4 128 eləyir də 128 amma nə ilə? Mənfi ilə. 5 5-in 25x üstə gəl 20y bərabərdir 5 155 eləmi? 155. Yenə ikinci sistemi ayırdıq. Artıq bu zaman toplayanda yox eləyə bilərik? Əlbəttə. Onda 25 üstə mənfi 16 9x. Bunlar əlbəttə ki gedəcək. 155 üstə mənfi 128 də bərabərdir 27 eləmi? 27. X də bərabərdir neçə? 3. Yenə ürəyimiz hansı tənlikdə istəsə gətirib neyniyəcəm? Yazacağım yerinə. Düzdürmü? Olsun 4 vurulsun birincidə yazıram. 3 üstə gəl 5y bərabərdir neçə? 32. 5y bərabərdir 4 üçün 12. 32-dən 12 çıxdım neçə elədi? 10. 20 bəli. 10 kim dedi? Mən dedim. Y bərabərdir neçə? 4-ə. X-in də qiymətini neynəmiş olduq? Tapdıq. Y-in də qiymətini tapmış olduq. Deməli uşaqlar, toplama usulu nə idi? Bu idi. Ya y-lər yox olunmalı, ya x-lər yox olunmalıdır və nə olmalıdır? Sonda cavabı qeyd edilir. Birini tapandan sonra digərinə yazırıq, yerinə tapırıq. Gəlin onda nəyə keçək? Əvəz etmə usulu. Uşaqlar, əvəz etmə usulu nə zaman bizə sərf eləyir tapmaq? Tutalım ki, belə bir tənliyimiz var. Deyir ki, x plus 6y bərabərdir olsun 18. Y bərabərdir 3x. Yox, x bərabər olsun. X bərabərdir 3y. Artıq mən burada əlbəttə toplama ilə də tapa bilərəm. Düzdürmü? Mən x-i keçirdərəm bu tərəfə. Onlar x minus 3y bərabərdir 0. Düzdürmü? Vurub hesablayıb, toplayıb tapa bilərəm. Amma artıq görürəm ki, x bərabərdir nədir? 3y-dir də, düzdürmü? Gətirib yuxarıda, bax, burada veriləni harada yazacağım? Yuxarıda yerinə. X-in yerinə nə yazım uşaqlar? 3y. Üstə gəlinsin 6y bərabərdir 18. Oldu 9y bərabərdir 18. Y bərabərdir 2. X də bərabərdir nəyə? 3y. Yəni 3 vur 2, o da bərabər neçə? 6. Deməli, y-in qiyməti 2 imiş, x-in qiyməti isə neçə imiş? 6 imiş. Deməli, biz toplama usulundan nə zaman istifadə eləyəcəyik, əvəz etmə usulundan nə zaman istifadə eləyəcəyik və burada görsənir. Uşaqlar, biz sabahda nə edirik? Ancaq tənlik həll edirik. Tənliyin kökləri var. Biz axı hər bir tənlikləri keçəndə bəzən deyirik ki, onun həlli olmaya bilir və yaxud sonsuz sayda həlli ola bilir. Bir məchullu tənliklərdə ya tənin həlli var idi, bir həlli var idi, ya sonsuz sayda həlli vardı, ya da həlli yoxdur. Eyni qaydada buna aiddir. Gəlin uşaqlar, bunu müzakirə eləyək. Həm köhnə dərsimizlə əlaqələndirək, həm də indiki dərsimizlə əlaqələndirək və tənlik nə zaman bir həlli var, nə zaman sonsuz sayda həlli var, nə zaman isə həlli yoxdur. Daha doğrusu funksiya və qrafiklərdə daha geniş formatda mən bunu izah eləyəcəm qrafiklərlə ki, bizim hələ ki müəyyən qədər əzbərçiliylə gedir. Niyə bunların həlli sonsuz saydadır, niyə bir dənədir, niyə həlli yoxdur? Tutalım A1x üstə gəl B1y bərabərdir C1 tənlik olsun da. Biz belə yazmışdıq da 3x plus 4y bərabərdir məsələn 18. Digər olsun A2x üstə gəlinsin B2y bərabərdir nəyə? C2. Baxın, birinci halda A1-in A2-yə nisbəti fərqlidir. B1-in B2-yə nisbəti olarsa tənliyin neçə həlli var? Bir həlli var. Bir həlli deyəndə nəzərinizdə nə tutursunuz? Bir cüt. Yəni x də bir qiymət alacaq, y də bir qiymət alacaq. Tutalım ki, belə bir tənlik yazırıq.
İndiyənə qədər əslində həll elədiklərimiz. Məsələn, az öncə yazdıq. 4x üstə gəl 5y bərabərdir neçə idi? 5x plus 4y 32 31. Elə belə idi? Uşaqlar, x üçün də bir həll tapdıq, y üçün də. Təhlil neçə həll oldu? Bir həll oldu da. Bir həll deyəndə bir cüt həll başa düşürsünüz. Çünki x də var, burada y də var. Da iki həll demək olmaz. Fikir verirsiniz, 4-ün 5-ə nisbəti fərqlidir nəyə? 5-in 4-ə nisbəti. A1-in A2-ə nisbəti, B1-in B2-ə nisbətinin dediyi nə həlli var? Bir həlli var. Az öncə də nə eləmişik? Həll eləmişik də, düzdür? Bir həll tapmışıq. İkinci halda, uşaqlar, A1-in A2-ə nisbəti bərabərdir B1-in B2-ə nisbəti, bərabərdir C1-in C2-ə nisbəti. Əlbəttə, bəli, sonsuz sayda həlli var. Gəlin bunun üçün bir tənlik qıraq. Məsələn, olsun x plus y bərabərdir 18, 3x üstə gəlinsin 3y bərabərdir nəyə? 54. Gəlin bu tənliyi neyini həll edir? Uşaqlar, toplama usulunu həll etsə yuxarı nəyə vurmalıyam mən? Mənfi 3'ə. Ay, sağ ol. Mənfi 3'ə. Oldu mənfi 3x minus 3y bərabərdir mənfi 54. 3x üstə gəl 3y bərabərdir 54. Tərəf tərəfə toplasam. Neynədir? 0 üstə gəl 0 bərabərdir nəyə? 0. Bu da neynədir? 0 bərabər 0. Eyni bir məchulu tənliklərdə nə baş verirdi? 0 bərabərdir 0 olduğu halda tənliklər sistemi sonsuz sayda həll olurdu. Yenə bunların yerinə nə yazsan, burada eyni ödəyəcək. Gəlin bir neçə nümunə yazaq. Məsələn, atıram. X 17 olsa, y nədir? 1'dir də, düzdür? 17'də 1 neçə elədi? 18. Düzdür? Yaxşı. 3 17 neçə elədi? 51. Üstünə də 3 1'in 3 neçə elədi? 51. Bura nə yazırsan, bura ödəyirsə, aşağı yazacaqsan ödəyəcək. Sonsuz sayda. Məsələn, bura olsun 9 9. Ha 16 2. 16 ise 2 8. 3 16 48. 3 2 6 neçə elədi? 50. Yuxarı tənlikdə nə yazırsan ödəyirsə aşağı tənlikdə ödəyəcək. Bu da o demək tənliyin neçə həlli var? Sonsuz sayda həlli var. Deməli A1'in A2'yə, B1'in B2'yə nisbətində fərqlidir. Gəl onda hələ üçüncüyə keçməzdən əvvəl bunlar üçün bir neçə ikisi üçün həlli, sonra həlli yoxdur, keçərik. Bəli? Deməli uşaqlar, belə bir tənliyimiz var. Məsələn 3x plus by bərabərdir 12. Və x minus 4y bərabərdir 17. Deyir ki, b-nin hansı qiymətində tənliyin neçə həlli var? Bir həlli var. Bir həlli olması üçün A1'in A2'yə nisbəti B1'in B2'yə nisbətinə fərqli olmalıdır. İndi yazırıq A1'ləri. Uşaqlar, A1 bərabərdir neçədir? 3. Əmsaldan söhbət edir. Uşaqlar, hərflərə əhmiyyət verməyin. Harada dayandığına fikir vermək lazımdır. Çünki A1 x-in əmsalıdır. A2 də bu x-in əmsalıdır. A2 neçədir uşaqlar? 1. Əhsən. Onda B1 B'dir. B2 neçədir? 4 yox, mənfi 4. Düzdür mü uşaqlar? Aşağını da sildim ha. Yaxşı. Onda nə yazacağım? 3'ün 1'ə nisbəti, A1'in A2'ə nisbəti fərqli olacaq nədən? B-nin mənfi 4'ə nisbətindən. Onda oldu B vur 1 fərqlidir mənfi 12. B də fərqlidir nədən? Mənfi 12'dən. Deməli, B mənfi 12 ola bilməz bunun bir həlli olması üçün. Aydındır mı? Bu hissəni tam başa düşdük. Desək ki, nə zaman bir həlli varsa A1'in A2'yə nisbəti fərqli olmalıdır B1'in B2'yə nisbəti. C-lərə baxmıram uşaqlar. C bir həlli üçün C-nin əhmiyyəti nədir? Yoxdur.
İnşallah buna ait bir nümunə də yazaq, yoxsa ehtiyac yoxdur? Ehtiyac yox. Deməli uşaqlar, belə bir tənlik var. 3x üstə gəl 4y olsun 3. Cx üstə gəlinsin 4y bərabərdir 12. Olsun 5x plus minus olsun 6y bərabərdir 18. Mənfi 18. Deyir ki, S'nin hansı qiymətində tənliklər sistemi nə var? Sonsuz sayda həlli var. S'nin. Onda hamısının olmalı, nisbətləri bir-birinə bərabər olmalıdır. Düzdürmü? Yaxud heç bunu 18 yazmayaq. Bir olsun, nəyə olsun? Bir D. Yazaq S və D'nin hansı qiymətində. Düzdürmü? Heç fərqi yoxdur. Onda nə yazacağım? S'nin 5'ə nisbəti. Bərabərdir 4'ün mənfi 6'ya. Bərabərdir 12'nin D'yə. Sonsuz sayda həll olması üçün uşaqlar nə baş verir? Qulaq as bala. Hara baxırsan? Deməli 12'nin nəyə nisbəti? D'yə nisbəti. Uşaqlar üçlü tənasibi həll eləməyək. Bunun birini hələ ki neyniyək? Ayraq qoyaq qırağa. Bu ikisini həll edək. Onda mənfi 6 S bərabərdir 20. S bərabərdir 3'dən neçə? 10 amma nə ilə? Mənfi ilə. Yəni S bərabərdir mənfi 3 tam 3'dən neçə? 1. S'nin qiymətini tapdım. Tapdım. Keçim indi ikinci tənliyə. 4'ün mənfi 6'ya nisbəti bərabərdir nəyə? 12'nin D'yə nisbəti. 4D bərabərdir mənfi 72, 6'nı 12'ye vuranda D də bərabərdir nə? Mənfi 18. Bayaq qurmuşdum da 18 sonra sildim. Başqa cavab çıxa bilməzdi də çünki. Deməli, sonsuz sayda həll olması nisbətlərin içi də bir-birinə bərabər olmalıdır. Sudur da uşaqlar. Əslində sudur. Çünki artıq keçən dərsimizdə ki, bu həllər haqqında tanışdığımız var. Yazaq əlavəsini. Əla. Onda keçək görək nə zaman həlli yoxdur. Üçüncüdə A1'in A2'ye nisbəti bərabərdir B1'in B2'ye nisbəti. Fərqlidir C1'in C2 nisbəti. Gəlin buna hansı nisbətlə yanaşır? Fikir verirsiniz, bu nisbətlər bərabərdir. Toplayanda sol gedəcək sıfıra, sağ qalacaq. Sıfır başqa ədədə də bərabər ola bilməyəcək. Deməli uşaqlar, birinci bunun üçün belə bir tənlik quraq, sonra və işləyək. Məsələn olsun x plus y bərabərdir 12. Düzdürmü? 2x plus 2y bərabərdir 36. Həll etmək üçün nə etməliyəm? Yuxarıda mən fikir. Əla. Mənfi 2. Oldu mənfi 2x, mənfi 2y bərabərdir mənfi 24. 2x plus 2y bərabərdir nə? 36. Toplasan 0, üstə gəl 0 bərabərdir neçə? 12. 0 bərabərdir 12. Mümkündür mü? Evet. Demək tənliyin nəyi yoxdur? Həlli yoxdur. İndi uşaqlar, bizə hər halda belə bir şey verəsi deyil. Yoxla gör tənliyin həlli var, yoxsa yox. Deyəcək A-nın B-nin hansı qiymətində tənliyin həlli yoxdur. Onda özümüzdən nə edək? Biraz bir-iki tənlik yazaq. Olsun belə bir tənliyimiz var. 2x minus 3y bərabərdir 12. Olsun 4x minus 6 daha doğrusu plus by bərabərdir olsun məsələn 24, 2, 4 26 fərq yoxdur. Deyir ki, B-nin hansı qiymətində tənliklər sisteminin həlli yoxdur.
Düzdürmü? Onda nə yazacağam? 2-nin 4-ə nisbəti bərabər olmalıdır mənfi 3-ün B-yə. 3-ün yox uşaqlar. Hamısı da görürsünüz başa yazma müsbətdir, mənfi var. Fərqli olmalıdır nədən? 12-nin 26-ya nisbətindən. Düzdürmü? Onsuz da görürəm 2-nin 4-ə nisbəti 26-nın 12-yə nisbətinə fərqlidir də, düzdürmü? Onda 2B bərabər olmalıdır nə? Mənfi 12 çünki çarpaz vururam. Bunu ayırdım da qırağa. B də bərabərdir nəyə? Mənfi nəyə? 6-ya. Bu sualın bir dəfə belə bir sual verildi. Düzdürmü? Tapdım. İndi ikincidə biraz fərqləndirir. Daha doğrusu yazaq əlavəsinə yoxsa ehtiyac yoxdur. Birinci ilə ikincinin nisbəti. Fərqli olanda heç üçüncüyə baxmıram. Üçünün də nisbəti bərabər oldu. Sonsuz sayda həlli var. Çünki 0 bərabər 0 bərabərlik yaranır. Amma ikinci bərabər, üçüncü fərqli olanda nə baş verir? Heç həlli yoxdur. 0 bərabərdir. Fərqli bir ədəd bərabərliyi yaranmış olur. Aydındır mı uşaqlar? Uşaqlar, bəzən biri 1 dərəcəli, biri 2 dərəcəli tənliklər və s. bu cür tənliklərimiz də olur. Bunlarda nə etmək lazımdır? Kitabdan görün nümunələr tapım tapmasam belə yazarıq. Məsələn, burada 69-cu sualda x kvadratı plus x y bərabərdir nəyədir? 9-da 5-ə. Burada 1 üstə gəl x böl y bərabərdir 3-də 5-ə. Deyir ki, tənliklər sistemindən x, y hasilini neynə? Tap. Deməli, ilk baxışda uşaqlar, əvvəla bunu neynəyərik? İkincini də biraz sadələşdirək. Yuxarıdan x-i çıxarsaq mötərizə xaricinə. Məsələn, x-i çıxarsaq nə qalacaq? X plus y ya da ki, hələ ki çıxartmayaq, aşağını yazaq, ondan sonra baxarıq ora. Olsun elə x kvadratı üstə gəl x, y bərabərdir 9-da 5-ə. Aşağıdan orta məxrəc neçədir? Y-dir də, düzdürmü? Y. Y üstə gəlinsin x. Tənasibi vurdum, bərabərləşdirəm. Bərabərdir nəyə? 3-də 5-ə. Deməli, uşaqlar, gördün, bəli, x plus y burada artıq nə olur? Tapılır. Bizdən də x, y hasilini deyir uşaqlar. X, y. Onda yuxarıdan x, y, x plus y almaq üçün yuxarıdan nəyi mötərizə xaricinə çıxartmalıyıq? Sən, bəli, x-i çıxartdın. X plus y bərabərdir nəyə? 9-da 5-ə. Düzdürmü? Aşağıdan, onda aşağıdan da yazaq. Y plus x bölünsün y bərabərdir nə? 3-də 5-ə. Diqqət eləsək, uşaqlar, bu tənlikdə fikir verirsiniz, yuxarını aşağı bölsəm, yuxarını aşağı bölsək. Təsəvvür eləyin, x plus y, x vurulsun x plus y. Düzdürmü? Bölünsün y plus x bölünsün nəyə? Y-ə. Bərabərdir 9-da 5, elə belə bölək də kəsirlə belə. 9-da 5 bölünsün neçəyə? 3-də 5-ə. X plus y-lər nə olacaq? Gedəcək. Buradakı y yuxarı keçəcəkmi? Çünki bizdən x, y adını tapmaq istəmirdi. Ona görə uzun uzadı yazmaq da edir. X y nə olacaq? Qalxacaq yuxarı. Onda keçirəm bura. Olsun x, y bərabərdir. Uşaqlar, 9-da 5 vurulsun nə olacaq? 5-də 3 olar da bu. Sal, tərsinə vurulur. Onda 5 ilə 5 gedəcək. Bəli, x, y də bərabər 9 ilə 3 getdi. Nə qaldı? 3-də 1. Yəni, bu o demək deyil ki, elə hər dəfə x plus y bərabərdir 5, x minus y bərabərdir 2 olmayacaq. Bəzən vurmadan istifadə edəcək, bəzən bölmədən istifadə edəcək, bəzən bir başqa şeydən mötərizə xaricini çıxardacaq.
Mən gördüm ki, x vur y tapmaq üçün bəli, bunları artıq tərəfə bölən kimi x plus y-lər gedir. Y nə olur? Yuxarı qalxır, x plus y gedir. Tap. Aydındırmı? Demək, uşaqlar, məsələ tiplərində adətən iki dəyişənli xətti tənliklər qurmaq üçün məsələ necə istifadə olunurdu onu? Deyir ki, bizə 2 ədədin cəmi ən sadəsindən yenə başlayalım. 2 ədədin cəmi 66-dır. X plus y yenə yazacağım bərabərdə 66. 2 ədədin fərqi nədir? 32. Məsələn, x minus y bərabərdir 32. Biz əslində bunu ən çox həndəsə mövzularında demək olar istifadə edirik. Düzdür, məsələn deyirik ki, qonşu bucaqların birlik cəmi nədir? 180-dir. Bir qonşu bucaqların fərqi 60 dərəcə olarsa, bunları tap. Mən yazıram, alfa plus beta bərabərdir 180, alfa minus beta bərabərdir 60 və tərəf-tərəfə toplayıb tapırdım. Onda bizə ən çox da deyildiyi böyük ədədi tapanda topla bölü 2-yə, kiçik ədəd tapanda neyinə? Çıx bölü 2-yə. Onda burada sistemə gətirsəm, cəmi budur, fərqi budur. Topladım neyinədir? 2x bərabərdir 98, x bərabərdir 49, onda y bərabərdir 49-da necə gələndə? 17 eləyir də uşaqlar, elə mi? 17. X-in qiyməti onda 49 oldu, y-in qiyməti isə neçə oldu? 17. Belə sual tipləri olur. İndi bilirsiniz də, məsələn deyir ki, sahədə və ya hardasa dovşanlar vardır ya. Deyir ki, dovşanla toyuqların ayaqları cəmi məsələn neçədir? Dovşanla toyuqların başları cəmi neçədir? Tutalım ki, belə quraq. Olsun. Deməli, dovşanla toyuqların cəmi 12-dir. Ya da kitabdan tapacağım 100% belə. İndi Quranda ola bilsən ayağı 1,5, başı 2,8 çıxartmayaq. Düzdürmü? 100% sizin o dovşan, toyuq, məsələn qoyun və ya qaz belə necə? Bu tip məsələlərdə uşaqlar. Ayaqların sayı məsələn 4-dür, düzdürmü? Yazıram 4x üstə gəlinsin. Digər heyvan ayaqlarının sayı nədir? 2-dir. 2y bərabərdir məsələn neçə? Amma başların sayı nədir? Hər zaman bərabərdir də. Deyir, burada var. Deməli uşaqlar, həyətdəki dovşan və toyuqların ümumi sayı 25-dir. Uşaqlar, dovşan və toyuqların ümumi sayı neçədir? 25. Mən də səhərdən ancaq baxa dayanmışam. Ayaqlarının sayı isə 70-dir. Bunların ayaqlarının sayı neçədir? 70. Gəlin düşünək. Dovşanın neçə başı var? Bir dənə. 4 dənə. Bir dənə. Toyuğun neçə başı var? Bir dənə. Onda dovşanın başı olsun x, toyuğun başı nə olsun? Y. X plus y nəyə bərabərdir uşaqlar? 25-ə. Ya və ya dt da yaza bilərsiniz. Fərqi yoxdur. Burası x, y yazdıq. Uşaqlar, dovşanın neçə ayağı olur? 4. Onda 4x sən, bəli. 2y bərabərdir 70. Çünki toyuq yazdığın 2 ayağı var. 2y demişəm də toyuğa. Bu sistemi daha hamı həll edə bilir də. Sabahdan bu sistemi həll edir. Amma yenə həll edeyim. Yuxarı nəyə vurum? Mənfi 4-ə. Mən y-lərdən heç xoşum gəlmirdi. Ancaq y-lər istəyirəm yox eləyim. Onda nəyə vururam? Mənfi 2-yə. Olsun, mənfi 4-ə vura bilərsən, düz deyirsən. Mənfi 4-ə vura, yaxşı. Mən y-ləri yox edirəm, sən x-ləri yox edirsən, fərq yox. Olsun, mənfi 4x, mənfi 4y bərabərdir mənfi 100, eləmi? 4x üstə gəlinsin 2y bərabərdir 70. Tərəf-tərəfə toplasan, mənfi 2y bərabərdir mənfi 30, y bərabərdir neçə? 15, x də bərabərdir, onda 10 olacaq da, çünki cəmi neçə idi? 25 idi, düzdür? 15 dənə toyuq, neçə dənə?
10 dənə isə nəyimiz var? Dovşanımız var. Uşaqlar, 15 toyuğun neçə ayağı var? 30 ayağı. 10 dovşanın neçə ayağı var? 40 ayağı. Cəmi 70 dənə ayağımız var idi. Bizim yox ha, dovşandan toyuqları. 70 dənə düzdürmü? Ayağımız var idi. Neçə dənə başımız vardı? Hə? 15 bir 15. Hı. 25 dənə də baş var idi. Uşaqlar, bax mən sizə hər dəfəsində demişdim ki, bir-iki çətin mövzudan sonra ancaq nə gözləyir bizi? Rahat mövzular gözləyir. Qaydaq bu məsələlərə başqa vaxt baxarıq yenə. Bir-iki fərqli məsələn suallara baxaq. Burada 61-ci sualda x vurulsun y, çıxılsın x, çıxılsın y bərabərdir 1. X plus y bərabərdir 4 olarsa bizə deyir x vur y tap. Uşaqlar, bu tiplərdə cəhd edib əvəz etmə usulundan istifadə eləmək lazımdır. Toplama usulu heç də bizim işimizə yaramayacaq. Gəlin, x plus y, burada mənfini çıxartsam qarşı, x plus y olacaqmı? Onu tez başımı işlətməliyəm. Yazmalıyım x vur y, çıxılsın x plus y bərabərdir nəyə? 1-ə. X plus y bərabərdir 4-ə. Aha. X plus y-in yerinə nə yazacağım? 4. Çünki aşağıda yazmışam. Buraya yazdım 4. Oldu x, y çıx 4 bərabərdir 1. X, y bərabərdir nəyə? 5-ə. Bax, yadınızda saxlayın. Sadə formada cəm hasil birinci yazdığımız kimi tənliklər olmasa 100% orada nəyisə tapmalıyım. Başımı işlədib tapmalıyım. Yoxsa mən bunu x, y-dən əvəz edeyim, y, z-dən əvəz edeyim və yarım saatdan sonra kvadrat tənliyi gələcək və mən əziyyət çəkəcəm. Düzdürmü? Sonra birinə də baxaq. Belə bir sual var. Bunu ham başa düşdü də, düzdür? Deməli, uşaqlar, x böl y bərabərdir 3 böl 4. X plus y bərabərdir 14. Deyir, olarsa bizə deyir x vur y. Bunlar da ancaq x vur y soruşur bizdən. Başqa bir şey yox. Ay uşaqlar, mən yenə burada əvəz etməklə və ya toplamayla yazmağı mənim zaman aparacaq da, düzdürmü? Neyniyərəm bunu? Yazaram, bəli, 4x bərabərdir 3y. X plus y bərabərdir nəyə? 14. Ya keçirməliyəm 4x bərabərdir. Bu tərəfə keçirməliyəm 4x bu cür. Yazmalıyım 4x minus 3y bərabərdir 0. X plus y bərabərdir nəyə? 14. Düzdürmü? Bunu daha yaza bilərsiniz də toplamayla. Yuxarını aşağı nəyə vuracam? 3-ə vurub tapacam. Amma mən belə yazmıram nədənsə. Bu neçə k-dır? 3k. Bu neçə k-dır? 4k. Onda x-in yerinə nə yazacam? 3k. 3k üstə gəl 4k neçəymiş? 14. 7k bərabərdir 14. K bərabərdir məsələn 2. 3k'mız neçə elədi? 6. 4k'mız neçə elədi? 8. Bax, fikir verirsiniz. Bu cür yazmaq düşünürəm. Əlbəttə hamı necə istəsə yazsın. Amma biraz sadələşdirmək, biraz beynimizi işlədib nə etmək lazımdır? Biraz daha qısa, biraz daha konkret, amma səhv yazmamaq şərti ilə də, düzdürmü? Yazmaq lazım. Yox, orada o birisi cür həll eləsə 24-dən 32 alınacaq. Bax, tənin eyni cavabı olur da, başqa cavab mümkün deyil. Bizdən x-y hasilini soruşmuşdu. 6-8-də neçə elədi? 6 vur 8. Neçə? 89 kim idi deyil? Hə? Yox. Bəlkə məsələ oxuyaq. Deməli uşaqlar, deyir şəkildə tərəzilər tarazlıqdadır. Baxın, budur, budur.
Bu şəkildir. Şəkildir. Burada 3 dənə dairə var uşaqlar. Burada isə kvadrat və üçbucaq var. Burada yenə bir dənə nəyimiz var? Tərəzimiz var. Tərəzini bunlar yaxşı çəkmir, mən daha yaxşı çəkmirəm onsuz. Burada nə var? Dairə var, 2 kvadrat var. Burada nə var? 2 dairə var, 2 nə var? Üçbucaq var. Bir şəkildə tərəzilər tarazlıqdadır. Üçbucaq cismi 100 qram olarsa, dairə cismini tapın, baxın. Üçbucaq deyir nədir? 100 qram. Bizdən tələb olunan isə dairə bərabərdir sual. Uşaqlar, tərəzi, onsuz tənlik deyəndə mən ilk ağzıma gələn nə demişdim sizə? Tənlik tərəzidir. Sağ və sol nə olmalıdır? Bərabər olmalıdır. Yaxşı. Onda burada nə var? 3 dairə. Gəlin dairəyə nə deyək? Dairə olsun x. Kvadrat verməyib də. Kvadrat da bərabər olsun nəyə? Y. Düzdürmü? 3 dairəmiz neçə oldu? 3x. Bərabərdir. 3 dənə nədir? Üçbucaq. Üçbucaq, burada ikisi də üçbucaqdır uşaqlar. Niyə belə daha sadə deyir? Səhv çəkmişəm də deyirəm, amma bu cür sadə verməz. Bu kvadrat uşaqlar. Kvadrat. Kvadratı nə yazdım? Y yazmışam da. Y, üçbucağımız neçədir? 100. Sadəcə verilənləri yazıram. 3x bərabərdir. Kvadratı bir y qeyd edirəm ki, üçbucaqda özləri verib 100. Keçək bu birisi tərəziyə. Bu birisi tərəzidə nə baş verir? Siz deyin, mən yazın. 2x plus neçə 100? 200 bərabərdir. X plus 2y. 2y. Artıq sistemi yazdım. Ədədlər sağa, dəyişənlər hara? Sola. Bəli. Olsun 3x minus y bərabərdir 100. X minus 2y bərabərdir nəyə? Mənfi 200. Düzdür mü uşaqlar? Yuxarını mənfi 2-yə vurun. Mənfi 2-yə vurdum. Mənfi 6x. Mənfi 6x. Plus 2y. Plus 2y. Bərabərdir. Mənfi 200. Aşağı nə oldu? X minus 2y. Bərabər neçə? Mənfi 200. Tərəf-tərəfə toplasam oldu mənfi 5x. Bunlar gedir də, düzdürmü? Bərabərdir mənfi 400. X də bərabərdir nəyə? 80-ə, düzdürmü? Gəlin ikisini də tapaq da. X 80-dir, elə x istəyirdi. Onda y. Yəni bu da nəyə bərabərdir? Üçbucaqdır da. Yox, üçbucaq yox. Dairə. Dairə. Y də, yəni y hardan tapacaq? Gətirib yerinə yazacaq. Sonra şümük tapmır. Tapaq yoxsa? Qalsın. Bizdən o dairəni soruşur da, düzdür? Dairə də 80-dir. Deməli, caz bulanın dəyəri 100 manatdır, 5 manat caz bulan sayı manat, caz bulan. Deməli deyir, 3 alma, 5 portakal. Söyləmiş ağlar bunu. Bir dənə də məsələ yazaq, artıq dərsi neynəyək? Yekunlaşdıraq izahı. Uşaqlar, 3 alma, 2 portakal 5 manatdır. Onda almaya nə yazam? X. Portakala nə yazım? Y. 3 alma, 3x. 2 portakal, 2y. Bərabərdir neçə manat? 5 manat. 2 alma, yəni 2x. Üstə gəlinsin. 3 portakal, yəni 3y.
bərabərdir 4,8 manat. Və deyir ki, bir alma, bir portakaldan neçə qəpik bahadır? Bir alma, bir portakaldan neçə qəpik bahadır? Onda mən gərək tapam da bunları, görəm nə var. Onu mən yuxarının mənfi 3'e vuraram. Yuxarını mənfi 3'e, aşağını isə nəyə? 2'ye. Oldu mənfi 9x, mənfi 6y bərabərdir mənfi 15. 4x plus 6y bərabərdir, neçədir bu? 9 tam onda neçə? 6. Uşaqlar, mənfi bunları əvvəlcədən qəpik deyirsə var, qəpiyə çevir, əgər onluq kəsirdən qaçınırsa, əvvəlcədən qəpiyə çevirmək olar. Yuxarını, istəsəz çevirək belə bəlkə. 500 qəpik. Hə, yazaq istəsiz 500. Olsun 500 qəpik, çünki cavabı qəpik ilə istəyir də. Bu da neçə edəcək? 480 qəpik. Onda vuranda neçə idi bu? 1500 eləyər, düzdür? 3'e vurmuşuq. Bu da neçə edəcək? 960. Oldu neçə? Mənfi 5x. Bunlar nə oldu? Getdi bərabərdir. 1500'dən 500, bu da 40 neçə elədi? 540 eləmi? X də bərabərdir. 540'ı 5'e böləndə neçə elə? 108 eləmi? X bərabərdir neçə? 108. Onda y bərabərdir. Hansı birində istəsəm götürüb yazıram. Onda y tapmaq üçün yazaq 2 vurulsun 108, ikincidə yazıram burada. Plus 3y bərabərdir 480. 2'ni 108'e vurdum, çıxıram buradan. 3y bərabərdir. 2'ni 108'e vuran neçə elədir? 216, düzdür? 480'dən nə edəcəm? Çıxacam neçəni? 216'nı. Ondan 6 çıxdım, neçə qaldı? 4, 6, 4'dən də 2 neçə? 2. Elədi 264. İl də bərabərdir. 26'nı 3'e böləndə 8, 24'ü də 3'e böləndə neçə? 88. Deməli, almanın qiyməti nə qədərmiş? Alma 108, portakalın qiyməti nə qədərmiş? 88. Tərəf-tərəfə çıxsam 108'dən 80 çıxan neçə qaldı? 88. 88 onda neçədir? Biri digərinə nəymiş?